Arkadaşlar kanalıma hoş gelmişsiniz. Bugün çoxdan da video çəkmirəm, sonra başlayın çünki dərslər falan başlayıb. Başım qarışıb dərslərə. Ona görə məsələn kəsiklər falan olur, çatıra bilmirəm. İndi bugün həyat bilgisi dərsindən mövzu keçdik. Dəqiqə. İnsan və mikroorqanizmlər mövzusunda belə bir təcrübə var idi. Mən də dedim ki, belə maraqlı təcrübədirsə, onda mən elə sizinlə paylaşım bunu. Deməli, bizə lazım olanlar butulka içində ilıq sudur. Sonra bizə ilıq deyil, biraz istidir. Sonra maya, şar, bir də bir 4-5 dənə qənd. Yerə düşdü. Hə, indi biz götürəcəyik butulkanı. Açacaq içini və içində 4-5 dənə qənd edəcək. İşte 4, bilməsində. Bir atacaq, ondan sonra onun içine sonra qarışdıracaq. Sonra içine maya tökəcək və şar baxmayacaq sonra. Mən də bıraxdım. Özü ki, mən bundan qabaq elədim. Dərsdə vermişdi, stəkanla elədim amma. İndi bayadan indi qoymuşuq isti yerə, heç nə alınmıyor, bildim ki, boş yerdir. İndi o birisine deyib ki, butulka ilə və üstünə şar keçir. Görək bunda nə qəribə bir şey olacaq. Əslində bir an lazımdırsa yenə də baxmaq istəyirəm. Bu arada kanalıma abone olup like atmayı unutmayın. 4-5. Aha. Attık. Şimdi bunu bağlayaq və qarışdıraq. Halka. Neden bağlayayım? Salkama salkama. Arıdı. Eriyene kadar eləyim. Ersin tam. Bak. Neyse. Arıdı ya. Çıpas bu kadar. Ondan sonra maya tökəcəyim. Mən maya tökəcəyim diye anamı verəcəm. Hesamayım var. İşte bunu karıştıraq. Dəliyi var. Bəsmən saçını çox qarışdırmayaq. İndi başda şirizin şart keçəcəyik. İçine baxın. Çox pislər. Amma burada köpüklənib belə. Yaxşı ciddi çünki. Yaxşıdır da. Aha, sonuç. Ne oldu? Yəqin yaxşı bağlamamışam, amma bir dənə sən elə. Uşaqlar, biz artıq bunu keçirdik. İndi gözləyirik nəticə necə olacaq. Mən fikirləşirdim ki, bunu taxan kimi şar belə şişəcək. İndi eləməyib, indi bizə gözləyəcək görək axırı nə olacaq. Mən nəticəni sizinlə paylaşacağım. İndi gözləyək. Sonra bu da olur deyəsən. Uşaqlar, bəsiniz bu da olur deyəsən anaxıra qədər. Amma yavaş-yavaş da olur. Uşaqlar, bu köpük qalxdı göyə və bu çox qabardı. İndi bilmirik. İndi mən qorxuram ki, bu partiyacaq dünüzüm zadım olacaq. Baxın, bu yenə də biraz ayağı düşür. Çox gəlir. Bu niyə dolmur, mən bilmirəm. Çok kırmızı. İntizar edin. İndi partiyacaq şu an düz telefonun üstündə. Uşaqlar, proses belə gedir. Məncə bayaqına görə nisbətən biraz böyüyüb. Kamerada çox görsənəyə bilər, amma yəni də çox böyük olub. İndi nəticəni gözləyirik. Uşaqlar, biz artıq yarım saatdan çox gözləyirik və təcrübəmiz bu qədər bitdi. Daha şişmir. Çox sağ olun ki, izlədiniz. Sağ olun bir daha. Bye bye.